Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. APA xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Elmar Qasımova 3 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, ittihamda təqsirləndirilən Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Sığorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub. Qasımov iş üzrə özünü təqsirli bilmədiyini deyib. Dövlət Sığorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, mülki iddianın 288 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır. İstintaq müddətində Elmar Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə küllü miqdarda mənimsəmə və ya israf eləmə, 193-1.3.2-ci maddəsi ilə xeyli miqdarda cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, 308.2-ci maddəsi ilə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, 309.2-ci maddəsi ilə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma və 313-cü maddəsi ilə vəzifə saxtakarlığı ittihamları verilib. İş üzrə Dövlət Sığorta Kommersiya şirkəti zərər çəkən kimi tanınıb.